Salam, hər vaxtınız xeyir olsun qızlar. Hər kəsi salamlayıram. Yeni gündən, yeni vloqdan hər birinizi böyük qucaq dolusu salam göndərirəm hər kəsə. Kim məni hardan izləyirsə, çox sağ olun ki, izləyirsiniz. Dəstəyiniz üçün, izlədiyiniz üçün çox sağ olun qızlar. Hava çox qəşəngdir, amma havada soyuqluq var. Külək yoxdur, sakit havadır. Pis deyil, yaxşıdır. Yəni oktyabr ayı üçün pis deyil. Yaxşıdır. Güllərimin də halına baxın. Yarpaqları böyümür. Buna şey eləyəcəm. Keçən dəfə qızlar demişdi, keçən il eləmişdim droş. İndi eləyim droju qoyum. Evkalipt qəşəng qalxıb. Gör nə boyda böyüyüb. Hə, evkaliptdir də, hə. Evkalipt, yox, evkalipt deyil. Razmarin. Hə, girək içəri evə. Burada xəmir eləyirəm. Bunu qarışdırım. Ya mən belə eləyirəm, ya da ki, qoyuram maşında qarışdırır. Bu mənə nəsə rahat deyil. Düzdür, əlimə əziyyətdir. Amma neyim? Rahatdır da. İndi biraz qarışdırdım. Birazdan sonra bu yatacaq. Bir də qarışdırdım. Üstünü də örtüm. Bunu. Neylə örtüm? Neylə bağlayayım? Baxaq da yoxdur ye. Neylə bağlayayım mən bunu? Bu qalsın qalxmağında. İndi bilmirəm. Bəlkə green tea, düzdür, mən green tea yeməyəcəm. Все. Все, belə. Ne? Bilmirəm, nə pişirim. Çörəyin xəmirini elədik. Yemək bilmirəm, neyəcəm. Detoks suyu hazırlamamışam özümə. Birazdan detoks suyu hazırlayım. Bu qaynasın. Qızlar, deyin görüm kim nə pişirəcək bugün. Bilmirəm, nə pişirim. Elə uşaqların otağında yığışdırmaq lazımdır. Oraları yığışdıracaq, elə buranı eləmək lazımdır. Yeməyi pişirəndən sonra buraları təmizləyərək, səlqəyə salarıq. Amma bilmirəm də neyniyim. Qoy bir dənə fikirləşim.
Demək qızlar, uşaqların yataq otağını yığışdırıram. İndi Nəzrin yoldadır, yazdı ki, gəlirəm. Stolun üstünü bir dənə qalıb yığmaq. Bir də bu kuxnada mebelin üstündəydi. Bu bilirsiniz nədir? Bunda mənə parfümeri xonça gəlib. 20 il bundan qabaq saxlamışam. İndi bunu qoyacağım şkafın üstünə. Bunun içərisinə bəzi bir-iki dənə şey qoyum. Yığacağım şkafın üstünə. Səliqəli qalsın. Bax, bu da var idi. Bunu da qoyacağım bura. Hə, belə. Sonra bu Nəzrinin şəkilləridir. Bir də oğlumun kloku var, onu da qoyacağım dokumentlərini. Bunu da qoyacağım, onun içərisinə qoyacağım yuxarıya. Belə qoydum, belə alındı. Pis deyil də, normaldır. Deyirəm, onu neyinirsən, atırsan, saxlayırsan, at geçsin. Yox, saxlayır, bərk-bərk. Все. Buranın da üstünü gələr yığışdırar. Bunu da parmevə içəri. Quşlarımı müvəqqəti olaraq buradan çıxartdım. Bir dənə çay içim, çay istəyirəm. Açıq çay. Çay içim, ondan sonra yedim. Qabları yumuşam, toyuğu çıxartdım. Xəbəriniz var da qızlar, xəbərdən, yəni ki, ətlərdə xəstəlik çıxıb. Artıq bir neçə vaxtdır ki, ət almırıq, ancaq toyuqdur, toyuğa geçmişik. Hə, indi bir dənə çayımı içim, çıxaq gedək. Qabları yumuşam, yuxarı təmizdir, otaqlar təmizdir, hər yer gül kimi. Kızlar geldim. Getdim Ləziz çərəzə, qreçka aldım. Sonra nə aldım? Əynimi tez soyunum. Dəyişim əynimi sizə göstərim. Görün nə almışam. Hər yeri gəzdim, tapdım. Stul üçün çixol, boz rəngində, istədiyim kimi. Dən yoxlayaq. Buna baxın. Tatam. Oy, nə qəşəng oldu. Nayska. Gevdən bax. Oy, nə qəşəng, super. Başqa cür görsən deyə. İnansız hara getdimsə, hamısı deyir ki, 6 dənəsini birdən satırlar. 6 dənəsini birdən satırlar. Gör, nə qəşəng oldu ya. Axır ki, bir yerdən girdim, elə soruşdum, dedi ki, hə, prosto paçkanı açmadı da, ancaq bu rəngi idi, bunu da götürdüm, elə mən elə boz istəyirdim, yaxşı oldu, əl oldu. Все, bu belə, bir dənə götürdüm, önlüyü götürmüşəm özümə, bu rəngi də qəşəngdir. Belə bir dəsmal götürdüm. Və bir dənə də belə bir dənə dəsmal götürdüm. Çay dəsmalı. Çay dəsmalı deyil də, əl dəsmalıdır. Daha sonra nə qaldı bura üçün? Bura bir dənə pərdə lazımdır. Kərpic. Vinil hələ almayacağım. Kərpici alandan sonra bura üçün vinil alacağım. İndi hələ yox. Kərpici qoy bura üçün alım. Ondan sonra bura vinil alacağım. Tamam, bura dəyişiləcək. Beləncə çox qəşəng oldu bu stullarla, əla oldu. İndi bir dənə buraları yığışın, yeməyi pişirim Nəzrin üçün. Ondan sonra pərdəni də taxacağım fon kimi. O da sarıdır, qızılıdır, eyb yox da, heç nə olmaz. Qızlar, pərdəni taxdım, fonu qoydum.
İndi bunu bir dənə belə qəşəng düzəldək. Burada da все. Belə fon da qoyduq. Bu da belə. Sarısı var idi, sarını qoymadım. Bu karışimidir. Qəhvəyi rəngindədir, açıq qəhvəyi rəngindədir. Şöbə belə. Gülümüzü də qoyaq ortaya. Belə qat-qat. Müvəqqəti belə qalsın. Burada da kotleti təmir şeyini hazırladım. Polofabrikatını hazırladım. İndi bunu şey eləyəcəm, siz deyin. Gülümüzü də qoyaq bura belə. Oldu əla. Və belə. Qəşəng oldu. Və belə. İndi isə nə edirik? İndi isə mən başlayayım. Bunu qoyum bura. Bu da lazımdır. Atmırıq. İndi isə nə edirik? Bir dənə su içəcəm. Ondan sonra başlayıram kotleti eləməyə. Qreçkanı eləmişəm. Kotleti də bir dənə eləyim. Bozartma da var. Все. Hər vaxtınız xeyir olsun. Yeni bir vlogdan salamlayıram. Düzdür, dünənki videonu mən axıra kimi gətizdirə bilmədim. Ona görə beləncə dedim video çəkim. Videonu tamamlayım. Sizin üçün videonu çəkim də. Qızlar, pərdə taxdım gördüyünüz kimi. Fon qoydum. Süfrə, belə süfrəm vardı. Parça süfrəmdir. Belə qoydum, taxdım. İnansız, bayaqdan baxıram ki, deyirəm ki, qızlar mənim mətbəximi ona görə sevirlər ki, yəni mənim mətbəxim retro mətbəxidir. Doğrudan da retro, köhnədən qalmış, qədimskoy. İndi saat hal-hazırda hətta belə bir abu-hava yaradırlar restoranlarda ki, güya ki, sən retro, o keçmiş illərə qayıtmısan, o abu-havada. Restoranlardır, bilməm görmüsünüz yoxsa yox. Yerdə xalçalar, köhnə qonaq otağında o servantlar. Bax beləncəsində. İndi mən də baxıram, görürəm ki, ay Allah, mənim ona görə qızlar mənim mətbəximi xoşlayırlar. Bu oradan Əhməddindən ev şey çəkəndə, vlog çəkəndə bəyənirsiniz siz. İndi qızlar bir dənə qabları yuyacam. Bunun altını hələ də təmizləyə bilməmişəm. Çünki belə deyim də, mamagilə getdim, nənəmgilə getdim, sonra mamagilə getdim. Ondan sonra üstünüzə sağlıq, boynum tutulub. Yəni, qolum keçən il, 3-4 il bundan qabaq necə qurumuşdu. Bax, eyni halda vəziyyətə, amma boynumdadır da. Yəni, boynumu çox o yan bu yana tərpədə bilmirəm. İndi qızım arada boynuma belə idmanlar elətdirir də ki, işlədə bilim. Görün nə gətirmişəm mən Papagildən. Papa keçən il gəldi ki, gör deyir, bizdə deyir ki, gör nə var. O vaxtın diski. Bilməm sizin yadınıza gələr, yoxsa yadınıza gəlməz. Sadəcə olaraq bunun şnuru yoxdur. Zaryadka doldurmağa. Dedim, ay Allah, bunu görəndə elə belə qəribə oldum ki, ümumiyyətcə mən belə şeyləri xoşlayıram. Keçən dəfə də oğluma da deyirəm ki, o şeyin play marketləri olur, iPadlərin. O vaxtı var idi. Oğlum balaca idi, sındırmışdı, xarab eləmişdi. Qardaşım mənə onu hədiyyə eləmişdi. O qədər qəşəng maxlılar, zadlar yazırdın. İndi bunun içərisinə də disk qoyursan, qəşəng qulaq asırsan. Sadəcə olaraq bunun şeyi yoxdur. Zaryadka taxılan yeri yoxdur. İndi bilməm, indi bunu
Zaretka üçün hardan tapım, necə tapım, işləyəcəkmi, işləməyəcəkmi? Yoldaşım deyir ki, bunun batareykası 100% ölüb. Yəni buradakı arxadakı batareyada. İndi bilmirəm necə olacaq. Amma o qədər sevindim ki, bunu görəndə. Apardım mən o uşaqlıq illərimə, bax bu disk. DVD-dir, diskdir, diskavoddur da deyəsən. MP3, VCD, MP3, CD. Hə, bax belə. Yəqin ki, kimdəsə olar. Amma bunu mən heç vaxt atmayacağım da, saxlayacağım. Yadigar, retro. Belə mən qabları yum, buraları yum, qazın içərisinə yum. Sonra ki, bunun arxasını təmizləyim. Görüm, günlər bir dənə video düzüb qoşum, montajlayım tez, paylaşım sizin üçün. Qızlar, deməli, qazın arxasını sildim. Da burada kafirlər tökülüb. Bunu heç eləyə bilmərəm. Bir dənə bura kafili yapışdıracağım. Bir də oraya yapışdıracağım. 4 dənəsindəki hamamın qabağına yapışdıracağım. Və görüm inşallah ya bu həftə görüm zakaz eləyəcəm kərpiç, vinil. Bir də vinil. Onlardan zakaz eləyəcəm. Belə buraları təmizlədik, qəşəng. Всё. Bunu da düzəldək. Qaldı bir dənə xaladenikın arxasında. Çəkmədim, çünki əyilirəm, oranı yaxşı təmizləyirəm. Da çəkmədim ona görə. Qızlar, baxın, burada məndə püre var. Xəmir hazırladım. İndi bundan piraşki eləyəcəm. Xəmirin içərisinə də ki, nə tökdüm? Un tökdüm, 2 dənə yumurta tökdüm, duz, su, droş. Bunu elədim, xəmir elədim. Deyə göstərim. Belə. Xəmir düzəltdim. Hə. Belə. İndi bundan başlayacağım şey eləməyə, piraşki. İndi o vaxta kimi tez bir dənə mən axşam yeməyimi düz hamısını yeməyəcəm. Mən 2 dənə yumurta yeyəcəm. Axşam yeməyimi bir dənə yeyim, saat 7-dir. Və piraşkini hazırlayım. İndi istəyirəm mən sizinlə sağollaşım. Çünki artıq 7-dir, videonu montaj eləmək lazımdır. Sizin üçün paylaşmaq lazımdır. Hər birinizi öpürəm qızlar. Özünüzə yaxşı baxın. Gecəniz xeyrə qalsın. Allah'a əmanət olun. Hələlik.